Assalamu aleykum və rəhmətullahi və bərəkatuh, hörmətli qardaşlar və bacılar. Mübarək Ramazan ayını geridə qoyduq, lakin mənəvi süfrə hələ yığılmayıb. İndi qarşımızda elə bir fürsət var ki, cəmi 6 gün oruc tutmaqla bütöv bir ili oruclu keçirmiş kimi savab qazanmaq mümkündür. Bəli, söhbət Şəvval ayının 6 günlük orucundan gedir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu orucu xüsusi olaraq tövsiyə etmişdir. Bəs bu orucun mənbəyi haradan gəlir? Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləm Səhih Müslimdə keçən məşhur hədisində belə buyurur. Kim Ramazan orucunu tutar və sonra Şəvval ayından 6 gün oruc tutsa, sanki bütün ili oruc tutmuş kimi savab qazanar. Bu hədis Səhih Müslim kitabında keçir. Kitab-ı Siyam, hədis nömrəsi 1164 və səhih dərəcəsindədir. Həmçinin Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə kimi digər sünən kitablarında da yer alır. Rəvayət edən səhabə Həzrət Əbu Əyyub Əl-Ənsari radiyallahu anhudur. Bunun riyazi izahı da çox gözəldir. İslamda hər bir yaxşı əmələ ən azı 10 qat savab verilir. 30 günlük Ramazan orucu 300 günə, 6 günlük Şəvval orucu isə 60 günə bərabər olur. Cəmi 360 gün, yəni bütöv bir qəməri ili. Beləliklə, bütün il oruc tutmuş kimi savab əldə edilir. Bu, bir ömür boyu oruc tutmaq savabına yaxınlaşan böyük bir fürsətdir. Üstəlik, bu oruc Ramazanda qazanılmış təqva və oruc adətini qoruyub saxlamağa kömək edir. Şəvval orucu necə tutulmalıdır? Bu oruc vacib deyil, nafilə, könüllü, müstəhəb orucdur. Bayramın birinci günü oruc tutmaq haramdır. Ən fəzilətli yol, bayramdan sonra dərhal 6 gün ardıcıl tutmaq, yəni Şəvvalın 2-ci günündən 7-ci gününə qədər. Bəzi alimlər 3-cü gündən başlayaraq da caiz deyir. Əgər ardıcıl tuta bilmirsinizsə, ay ərzində istənilən 6 gün, hətta ayrı-ayrı tutmaq da savabdır. Şəvval ay ərzində, yəni növbəti ay başlamadan bu 6 günü istər ard-arda, istərsə də həftənin müəyyən günlərinə bölərək tuta bilərsiniz. Əsas şərt odur ki, bu oruclar Şəvval ayı çıxmadan tamamlansın. Bəs Ramazandan qalan qəza orucları olanlar nə etməlidir? Alimlərin böyük əksəriyyətinə görə əvvəlcə üzərində olan vacib qəza oruclarını tutmaq, daha sonra Şəvval orucuna başlamaq daha fəzilətlidir. Çünki hədisdə Ramazanı tamamlayıb sonra Şəvvalı tutan ifadəsi keçir. Sahura durmaq, iftarı gecikdirməmək və digər oruc adətləri isə eynidir. Bu 6 gün orucu tutmaqla həm savab qazanır, həm də Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsini yaşadırıq. Alimlər buyurur ki, bu oruc insanı anasından doğulduğu kimi günahsız hala yaxınlaşdırır. Hörmətli izləyicilər, Şəvval ayı hələ yeni başlayıb, fürsəti qaçırmayın. Bu ayda 6 gün oruc tutun, savabınızı artırın və Allah rizası üçün oruc tutmaq adətini davam etdirin. Allah hamımızın orucunu qəbul etsin, savabımızı artırsın, günahlarımızı bağışlasın. Amin. Videonu bəyənməyi, abunə olmağı və paylaşmağı unutmayın. Allah razı olsun və selamun aleykum və rəhmətullahi və bərəkatuh.